250-dən yuxarı xanım çalışır bizdə. Xüsusilə istehsalatda. Yəni, mən bilmirəm, məsələn, yəni, bizim üçün xanımlar çox qiymətlidir. Xanımlar, yəni, bizim kollektivdə xüsusilə diqqətlə yanaşılır. Yəni, bu bir ənənə halını alıb, illərlə forma. Bizdə 1, 2, 3, 5 belə xanım işləyəndən bu ənənə çoxala və o artıq düşüncə yaranıb ki, xanımlara hər kəs öz evində anasına, bacısına necə diqqət və qayğıyla baxırsa, necə əziz və hörmətli bir insan kimi baxırsa, burada da o cür baxmalı. Çünki bizi burada birləşdirən ailə mənafeləridir. Ailə mənafeləri burada kəsişir. Yəni, burada kim başqa cür baxırsa, ailəsində elə bacısına, qardaşına da elə baxır. Bu cür düşüncəni biz kollektivdə sahib olmağa çalışmışıq. Ona görə bizim üçün çox qiymətlidir, əzizdir. Xanımlarımız da, gənclərimiz də, kollektivin digər əməkdaşları da biz onları çox istəyirik.